Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Xoş gördük sizləri. Natiq qardaşımızla gəlmişik Masazır qəsəbəsində. Yolun kənarında Masazır dairəsindən hardasa 300 metr qabaqda düz yolun kənarında 8 mərtəbəli binanın 3-cü mərtəbəsində. Sənəd nədir? Kupçalı. Kupçalı 77 kvadratlı orijinal 2 otağı 3-ə düzəlmə mənzilimizi satışa çıxardı inşallah. Bax, 2 dənə lifti var, bax bu hissə, koridor hissəsində görürsünüz, 2 lifti. Biri yük liftidir, biri də sərnişin. Bura giriş hissəsidir mənzilimizin. Bura hol hissədir. Bax, bir də tört-töküntülük var. Yəni, təmir işləri gedib, hələ yığışdırılmır. Qapıların plintusları qalıb, bəzi işlər qalıb buradan burada. Əsas nədir? Əsas odur ki, kupçalıdır. Yer istif oldu. Bax, bura sanitar qoğuşağıdır, çox iridir həqiqətən də. Sanitar qoğuşağı çox iridir. Burada yeri istif oldu, gedir mətbəxə qədər. Bu hissə uşaqlar üçün yataq otağıdır. Bura böyüklər üçün yataq otağıdır. Orijinal 2 otağın 3-ə düzəlməsidir. Giriş qapımız da bu hissədir, yeri istif oldu. Düz mətbəxə qədər, mətbəxi də bu hissədir. Keçək zalında çəkim təqdim edeyim sizə. Sənəd nədir? Sənəd kupçadır. Əsas nədir? Kupçadır. Yəni, bu qiymətə mən hesablayıram, görürəm, harca bir 1050 manatı təxmini düşür. Amma belənçi kupçasız evlər var ki, padmayaq 1200 manatdır hal-hazırda. Mən sizə bunu 1050 manata kupçalı evi tam təmiri şəkildə təqdim edəyəm. Əlim yanında satılır. 2 otağın 3-ə düzəlməsi. Və bu hissə onun zal hissəsidir. Təmiri də çox gözəldir. Yəni, tört-töküntü olmasına baxmayaraq, yəni bunlar hamısı qapılar, rəqlər qoyulacaq. Hər bir şey tam təhvil təmizlənib, əla təmirlə veriləcək sizə. Nə? Burada çatışımızda hamısını əl gəzdiriləcək. Evin kombi xəttlərinə qədər çəkilib hazır vəziyyətdədir. Bura onun, buradan da sizə göstərdim, Əliyağa Vahid prospektidir. Prospektin düz yolun kənarıdır. Qiymət 82.000 manata, 77 kvadrat, 2-dən 3-ə düzəlmə mənzilimiz, 8 mərtəbəli binanın 3-cü mərtəbəsində 82.000 manat rahatlıqla gəlirsiniz, notarial qayda alıb satqı olunur, qeydiyyata da düşürsünüz. Məndən bu qədər. Sağ olun, minnətdarım izlədiyiniz üçün.